Əgər siz də kriminal hadisələri sevirsinizsə, buradan takip edib videonu bəyənməyi unutmayın. Gecələr pəncərənizi bağladığınıza və qapınızın kilidli olduğuna tam əminsiniz. Çünki 1980-ci illərdə Los Anceles sakinləri bu suala cavab tapa bilmirdilər. Şəhərdə bir kölgə dolaşırdı. The Night Stalker, gecə ovçusu ləqəbli Richard Ramirez. Ramirezi digər seri qatillərdən ayıran ən qorxulu cəhət onun heç bir tipinin olmaması idi. O hər kəsə hücum edirdi. Gənclər, yaşlılar, kişilər və ya qadınlar. Heç bir qayda yox idi. Evlərə pəncərədən və ya açıq qalan qapılardan girir, qurbanlarına amansız işgəncələr verirdi. Şəhər elə bir qorxu içində idi ki, yay istisində belə hamı pəncərələrini mismarlayırdı. O, özünü şeytana xidmət edən biri kimi qələmə verirdi. Hadisə yerlərində və qurbanların bədəninə pentaqram simvolları çəkirdi. Məhkəməyə çıxarılanda isə əlindəki o məşhur pentaqramı kameralara göstərib "Hail Satan" deyə qışqırması bütün dünyanı şoka salmışdı. Amma hər qatil kimi o da səhv etdi. Bir oğurluq zamanı barmaq izini avtomobildə qoydu. Polis onun kimliyini müəyyən edib fotosunu bütün xəbərlərdə paylaşdı. Ramirez isə bundan xəbərsiz idi. Bir səhər avtobusdan düşəndə insanların ona qəribə baxdığını gördü. Bir qrup insan onu tanıdı və polis gələnə qədər küçənin ortasında onu amansızca döydülər. Polis qəzəbli xalqın əlindən onu çətinliklə aldı. Məhkəmədə 13 qətl və onlarla digər cinayətdən ölüm hökmü aldı. Amma onun son sözləri hələ də insanların yaddaşından silinməyib. Ölüm hökmü məni maraqlandırmır. Görüşənədək Disneyland. Ramirez edamını gözləyərkən 2013-cü ildə həbsxanada xəstəlikdən öldü. Bəs sizcə Richard Ramirez anadan gəlmə belə bir canavar idi, yoxsa uşaqlığında yaşadığı travmalar onu bu hala gətirmişdi? Fikirlərinizi yorumlarda yazın və bu seriyanın davamı üçün izləməyi unutmayın.